Hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Növbəti bir qəhrəmanımızın ocağındayıq. 1994-cü il yanvarın 3-dən 4-ünə keçən gecə Pirabulağı istiqamətində son döyüşləri olan qəhrəmanlarımızdan biri də Ağcabədi rayonunun Hindar qəsəbəsindən olan Əliyev Münasif Hüseyin oğlunun ocağındayıq. Bugünkü gündə o acı xəbəri alan ailələrdən biri də bacımız olubdur. Allah səbrini versin. Son döyüşü Pirabulağı istiqamətinə gedən döyüşlərdə olub qardaşımızın. Hər bir evdə dediyim sözü bu ocaqda da deyirəm. Allah o günü qismət eləsin, xoş bir xəbəri alaq. Amin inşallah. Və ağır olsa da mənim üçün demək, ailə qəbul etməyə ağır olsa da, əgər şəhid olubsa, mübarək cəsədini qarşılayıb dəfn etməyi heç olmasa gözlər yoluna çəkilsin. Allah birincisi xoş xəbəri arzulayır. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Bu günləri mən burada şəhid qardaşlarına, qonşular, dostlar, qohumları bu ocaqda gecənin bu vaxtında hələ də bu evi tərk etməyiblər. Bu bacımızın yanında dəstək olurlar, gəliblər. Şəhidimizin balaları. Mən sizlərlə qürur duydum. Bugünkü gündə sizləri bu ocaqda görməyimlə. Mən də bir qürur hissi ilə bu ocağa gəlmişəm, bir qəhrəmanın ocağına. İlk sözü istəyərdim ki, elə bacımız danışsın, buyursun, o günkü o xatirələr, o günkü o ağır xəbəri alıbdır. Nə bilim, şəhidimizin həyatından danışsın. Buyur bacı. Ne diyeyim, o çok ağır Biraz ucadan günüydü. danışın. Ucadan danışın. Çok ağır günüydü. Ne bileyim, benim için ağır oldu. Hər evdə bu sualı verirəm bacı. Son dəfə hansı gündə gəlmişdi evə? O da Dekabrın 31'iydi. yeni il günü. Yeni bir günüydü. Maşallah. Revan'ın her il dekabrın yaşıydı. Revan demişti ki, ata benim yaşımda gələrsən, dedi, hə, gələcəm. Gəldi, elə evdə oturdu, amma bütün qohum əqraba ilə hamı ilə getdi, görüşdü. Elə bir ürəyinə dammışdı, nə bilim. Səhər də durdu gedəndə, elə bir mənə vəsiyyət elədi. Nə bilim, hələ də o sözləri, onun o baxışları, hələ də mənim gözümün qabağındadır. Hələ də yadımdan çıxmır. Dedi, şəkil çəkdirmişəm. Ayağının birini içəri qoydu, qapıdan birini çöldə dayandı. Mənə dedi, həqiqət, şəkil çəkdirmişəm. Onların aldırarsan. Bir 15 kimi şəkildir. Dedim, sən hara geçsən ki, mənə deyirsən, özün alarsan. Gördüm, əmsi oğlum, dedi, yaxşı, qaydanda alaram. Nəysə, çox söz danışdı, getdi. Elə bir bu gedəndə, üzə mənə elə bir ki, bir ağırlıq saldı, çeynimin üstünə getdi. Nəysə, elə bu getdi, gözümün yaşı qurumadı. Elə bir hiss elədim ki, nəsə olacaq. Üçündə gördüm, çox atışma gəlir, səs gəlir. Zahir gəlmişdi. Qaynanəmgilə gəlmişdi. Zahiri gördüm, getdim yanına. Dedim, Zahir, bir gün qurban. Dayından gördüm, dayından ayrıldı. Dedi, bibi, mən getməmişdim, buradayım, mən qarayıb gəlmişəm. Nəysə elə qayıtdım, elə gözümün yaşı qurumadı. Gecəsi hay gəldi ki, bəs uşaqlar hamısı yoxdur, hə. Çox bir dumanlı günüydü, çox soyuq idi, qarlı günüydü. Nə bilim, mən həmişə deyirdim ki, getmə, qorxuram, deyirdi ki, heç nə olmaz. Heç vaxt mən kürəyimi erməninin gülləsinə vermərəm. Mən getməyim, o getməsin, kim getsin. Allah səbrinizi versin bacı. Hələ də gözümüz yoldadır. Nə bilim, sağ kimi elə kürəşirəm ki, gələcək. Nə bilim, gecə, gündüz, həmişə elə qulağım səslədir. Nə bilim, bir tıkıltı gələndə hiss edirəm ki, bəlkə də bunu gəlir. Elə gözləyirik, hələ də gözləyirik. Namaz dağın yoldaşı evet, Namazın Nafiqin anası bayaq bir söz dedi, mənə elə ağlamaq tutdu orada. Andolsun Allah'a mehman şahidimdir. O qədər onlara da belə demişəm, xoş arzular ilə arzulamışam. Deyir şair, o günlər
bir neçə ay bundan qabaq daha doğrusu yuxu gördüm. Görən bir yox gəldi deyir. Fırlandı deyir, qoldu, qara bir vertiryot. Birinci deyir, sən düşürsən. And olsun Allaha. Çəkilişdə var indi, yanlarında baxarsınız. Sonra deyir, Natiq gəlir, mənə deyirsən ki, ana, gördüm, mən sana deyirdim, gələcək. Deyir, elə qışqırdım yuxudan belə də, ayıldım. Allah o yuxu ki, görüb o anamız, o elə şad xəbərin inşallah sizinkilərlə bərabər o qismət eləsin. Mən istərdim ki, qardaşlarımız özlərini təqdim etsin. Xahiş edirəm, şəhid qardaşlar da öz şəhidlərin adını çəksinlər. Desinlər hansı şəhidin qardaşım və öz adlarını da desinlər. Bugünkü gündə bax burada əyləşən qardaşlarımız da öz ürək sözlərini desinlər və sonra şəhidimizin balası inşallah o da danışar. Buyurun. Münasib mənim daimdir. Daim olduğuna baxmayaraq, o vaxtda mən daimlə bir yerdəydim onlarla. Siz də döyüşdə oldu. Axırıncı daimlə görüşən günü, belə axırıncı saatlarda, belə deyim də, ondan ayna mən onu görmədim, belə deyim. Dedim, dayı, sənin yaşların da yoxdur burada. Gəlsən belə şey eləyəsən, gedəsən. Dedi, yox. Qoy mən müharibə qutarsın. Müharibə qutaracaq. Qutarsın ondan sonra. Bana dedi ki, dedi get bizə. Get bizə. Bizdə evdə denən ki, gələcək. Mən gələndə bura, Rəvan balaca idi. Rəvan buradan çıxanda 9-dan buradan düz yola kimi arxamıza yürürdü. Ki, əmi, atam gələcək, atam gələcək, atam gələcək. Mən inandırım sizi ki, mən hələ də o sözü, Rəvanın o sözü mənim qəlbimdən çıxmıyor. Mən o anı mən yaşayanda, hissləri keçirəndə həmişə mən elə bilirəm ki, mənim dünyam alt üst olur. Rəvan, nə bilim, nəysə, Allah qapısını açsın. Nə deyim, bəxsin sözünüzə qüvvət, yəni şəhid olursa, Allah rəhmət eləsin. Yəni düz dilimiz gəlmir deməyə, amma yəni Gözümüz yoldan çəkilsin. Həyat bununla barışmalıyıq. Allah səbirinizi versin. Həm bir Mamoğlu kimi, biz Mamoğlu deyirik, müəyyən bölgələrdə Biboğlu deyirlər. Birimiz ləhcəmizlə deyirəm, elə bir Mamoğlu kimi, həm onun bir döyüş yoldaşı kimi həqiqətən də o xatirələri bölüşmək ağırdır, amma bir tərəfdən də qürurdur. Qardaşımız buyursun, özünü təqdim etsin. Zahir, mən elə hamımız müharibədə bir yerdə olmuşdur. Münasib idi. Həmişə yaxşı olubsa bir sözü, qabaqda gedən el olub. Biz ondan yaşda balaca olmuşuq. Həmişə döyüşə gedəndə qabaqda gedir. Bu bizdə çox böyük olub yaşda. Həmişə məsləhət verir. Hə, məsləhət Allah hamd hamd olsun. Allah hamd olsun deyirəm. Daim də ona görə deyirəm. Həmişə bizə məsləhət verir. Təcrübəsi var idi. Yaxşı məsləhət. Yox, Hamd bizdə. Hə, böyük. İndi onunla bizim gedəndə 23 yaşım var. Bu məndən lap balaca. Bəli. Həmin münasib məsələ bizdən yaşda böyükdür. Həmişə məsləhət verirdik. Özü təqdim edin siz zəhmət olmasın. Mənim Əhməd Ağayev Əhməd Vəlişoğlu. Allah razı olsun. Şəhidimizin balası. Devam, buyur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Atamı mən axırıncı dəfə dekabrın 31-i yadıma gəlir, gördüm. Gedəndə dedim ki, ata, imkanın olsa maddə oluşan. Dedik ki, göndərəcək. Sədrəddindən göndər. Yadıma gəldi. Göndərdi. Operatorlarımız xahiş edirəm bu qardaşımızı işıqlandırsın. Qardaş özünü təqdim etsin. Münasib mənim daimdir. Özü təqdim edin zəhmət. Mən Salahov Tural
Ben de şehit kardeşim. Şehit Elvan'ın kardeşiyim. Münasip de mənim də daimdir. Mən gene de inanmıram ki münasip həyatda yoxdur. Mən hər bir gün yani gözləyirəm ki belki de gözləyirəm ki ha baxsa bir dəfə kimsə gəlib deyəcək ki münasip gəlir. Ya falan gedir, bəhmən gedir. Hələ də mən özümdə deyiləm. Mən yani inanmıram ki yani yoxdur həyatda. Mən hər gün yani onu gözləyirəm ki ha baxsa bir dəfə bir nəsə bir xəbəri gələcək. İnşallah gələr. Mən bir dəfə səhv etmirəmsə mehmanın bilmirəm operatörlərdən birinə demişdim. Gör Allahın qismətinə bax. Hər bir zaman demişdim ki bir dəfə gedib bizim bu qəsəbənin, bəlkə də deyərəm rayonumuzun, bəlkə də, amma qəsəbənin 100% deyirəm, ən az yaşlı şəhidi Salahov Əlva 12 yaşı. Neçə dəfə arzusunda olmuşam ki, o şəhid haqqında çəkiliş edirəm. Mən bilirdim ki, bu nəsildə Əliyev Polad Nuralı oğludur, əmi oğlu, amma sən demə, hələ elə bir qəhrəmanımız, 12 yaşlı qəhrəmanımız da var imiş bu nəsildən. Bu günləri qismət imiş ki, bu qardaşlarla burada tanış olmağımı mən sizlərdən xahiş edirəm ki, elə bircə dəfə bir vaxt ayırasınız. Nə vaxt, hansı gün desəniz, mən sizin qardaşların ilə, Mehman qardaşımız da, Elmin qardaşımız da, 44 günlük Vətən müharibəsinin qəhrəman qazisi, məşhur snayperçi. O şəhidimiz haqqında bir çəkiliş eləyək. Çox xahiş edirəm. Nə vaxt ürəyinizdəsə, hangi bir gün, hangi saat, O mənim illərdir, dəqiqanı gələ bilər. sadə, Allah sizi var eləsin, Allah köməyiniz olsun. Bizim 12 yaşdır. Mən bir söz deyim, özümdən danışıram, mən heç kimin adından danışmıram. 44 günlük Vətən müharibəsində, yəni adam az olur da, kətdə o qadın uşaq çıxırdı kişilərdən də, bəzilər bir evdən bir nəfər ən azı qadın uşaqlarla çıxırdı hadisa. Yas məclisində oturmuşduq, and olsun Allaha, mən özümdən danışıram. Nə cür qırat idi, bilmirəm, top idi, da o, mən hərbiçi dövləm, bilmirəm. Nə cür gəldi, düşdü o sahəyə böyük bir nəsə olsa, istəməz, bax belə deyilsindik, başımıza. O 12 yaşlı uşağın kətdə qalmağı, kətdə yaşamağı, qorxmamağı özü bir qəhrəmanlıqdır, özü bir igidlikdir. Birdən deyirlər ki, belə veteran qardaşlarımızı hər bir zaman mən deyirəm ki, mən yox, bəzi insanlar deyir ki, Allah şəhidlərimizə rəhmət eləsin, qadirlərində şəfa versin. Bununla yekunlaşmaq lazım deyil. Şəhidlərimizin mübarək cəsədlərini və yaralı qazilərimizi döyüş meydanından çıxardan, ayaqlarının altı mina, başdan minamyot yağır, gül, mərmilər yağır və hədəfdə də snayperin hədəfində olan o veteran qardaşlarımız var ki, onları qoyub gəlməyiblər, onları döyüş meydanından çıxardır. O veteranlar özü bir, elə həm şəhiddir, həm qazidir, igiddir, qəhrəmandır ki, onları döyüş meydanından çıxardır. Çoxu demirik, çoxu olsun. Mən bunu elə efir vasitəsilə də deyirəm ki, xahiş edirəm, hər zaman dəndə o veteran qardaşlarımızı unutmayın, onların əməyi böyükdür. Biz bilmirik ya bizim hansı şəhidimizi, hansı veteran çiynində daşıyıb gətirib. Biz bilmirik ya hansı yaralımızı, hansı veteran çıxardıb gətiribdi, onun sayəsində sağ qalıbdı. Biz onu bilmirik. Elmin bilər, görüb o anları, o yaşıb bəlkə səhv deyirəm, Elmin, şahidəmdə nəsə bir səhv olarsa üzr istəyirəm. Yəni veteran qardaşlarımızın əməyini itirməyək. Bu yönə mən burada bir şəhidimizin bacısı, oğlunun, o qardaşımızın ki, o çiyin-çiyinə döyüş yoldaşları. Burada görməyəmə mən qürur hissi geçirdim ki, belə bir qardaşlar unutulmuşam. Allah sizi var eləsin. Biz hər bir zaman, mənə birdən deyiblər, üzümə də, arxamca da ki, şair, sənin xeyrin nədir düşmüsən? Bu işləri görürsən. Mən elə sən deyən adama deyirəm. Sənin, mənim və hər bir kəsin namusumuzu, şərəfimizi qoruyub bu şəhidlərimiz şəhid olubdular. Biz onlara borçluyuq. Əgər bu günləri ailəmizin içində oturub bir balamıza ad gün keçiririksə, biz üzr istəyirəm, toy ediriksə, hər birisini onlara borçluyuq. Və o şeir o qədər mənim yaralı yerimdir ki, o şeir həqiqətən çox sevmişəm. Belə söz də gəlib istəyərdim ki, o şeiri burada da səsləndirəm. Bu gecə yuxuma bir şəhid gəldi. Söylədi hardasan,
mənə azalım. Mən də istərdim körpə balamı sənin tək qolların üstünə alım. Bu gecə yuxuma bir şəhid gəldi, bir məktub uzatdı, bir uzat tonla bunu sevgilimə verərsən dedi, əlvida yazmışdı məktuba qanla. Bu gecə yuxuma bir şəhid gəldi, üstümə çığırdı, bağırdı biraz, sonra sakitləşib ay ana dedi. Ağlayıb anasını çağırdı biraz. Bu gecə yuxuma bir şəhid gəldi. Bildim ki, bu mənim xəcalətimdir. Gedəndə yavaşca söylədi mənə, vətənim sizlərə əmanətimdir. Nəinki vətənimizi, nəinki dövlətimizi, nəinki torpağımızı, bayrağımızı bizə əmanət qoyub gedən şəhidlərimiz, balalarını da bizə əmanət qoyubdular. Bacılarımızı da bizə əmanət qoyubdular. Bütün şəhid balası mənim bacımdır. Şəhid balası, balamızdır. Qardaşımızın balasıdır. Onların hər birisinin mən qarşısında baş əyirəm. O yara yiyəsin ağrıdır. Bəzən deyilə belə, and olsun Allaha. Bugün o reklam xatirinə gəlib o tədbirdə nəysə çıxış eləyib dil pəhləvanları 10 dəqiqədən sonra heç o şəhid yada düşmüş. Yara yiyəsin ağrıdır. 4 yanvar tədbirində yəqindeyiz. Yox, ümumiyyətlə. Ümumiyyətlə də bu dil pəhləvanları var ki, ümumiyyətlə. Yox, yəni tədbiri deyirəm, hansı tədbirdən gedir söyləyir. Ümumi tədbirlərdən gedir. Çünki bir dənə mənə gəldilər. Dedilər ki, sən şəhidin var. Mənə sual verdilər ki, şəhidləri deyir, niyə bir dəqiqə sükut anırsan şeydə, sənin şəhidin var. Məyər mən bir dəqiqə sükut etməyimi şəhidim olmalıdır deyə etməliyəm. Məyər başqa aparıcılar o şəhidləri yad etmir. Əksinə, Mehman qardaşımızın ideyası ilə elə bir daha unutmuşduq ki, şahid, ola ki, elə bunu gəlin bir eləyək girişdə. O ideya bu kişinindir. Şəhid toyda, o məclisdə bəgənin içəri girənkən, o yemək zat paylanmamış, içki şüşələri yığışdırdı, açılmamış, orada sükut olunsun ki, cəmaat yeyib içəndən sonra dedim, Əhsən Mehman. Ağlı fikirdi və ilk dəfə də elə mən həyata keçirdim. Onu sağ olsunlar, ondan sonra elə Hindaş şadlıq evi də başda olmaqla bir neçə şadlıq evləri artıq o içkiləri yığışdırdılar ki, sükutdan sonra qoyulsun. Təşəkkürümü də bildirəm. Mehman o ideya sənindir, mən onu heç vaxt itirmərəm, dəyərli qardaşım. Və orada mən bir şeirim var, yazmışam ki, sənin şəhidin var mənə söyləyən. Bütün şəhidlərin qardaşıyam mən. Şəhidə xidməti dərk eyləməyən. Bütün şəhidlərin qardaşıyam mən. Yəni yüzlərlə şeir, hər birisi yadında qalmaz. O şeiri bir bəndin elə dedim. Tədbirlərdə sən özün bilirsən, öyrədirlər müəyyən bir insanları. Allah lənət eləsin, bəzi Rusa, Farsa işləyən o din altında pərdələnən bir-iki nəfərlər, şəxsiyyətlər yox, şəxsiyyətsizlər var idi ki, 2020-dən bəri... Hətta ermənipərəst də demək olar. Bəli, ermənipərəst artıq mən deyərəm ki, bəlkə də Ramil Mehdiyevin elə kadrlarından idi. Nə bilim, bilmək olmur kim. Burada təxribat yaradırlar hər bir zaman. Allah lənət eləsin deyirəm. Yüzünüzə qarşı deyirəm, amma Allah lənət eləsin sizə. Görürsən, belə bir şeylər olur. Mən onu həmişə deyirəm ki, yara yiyəsin ağrıdır. Bunu çəkdiyimi mən çəkənmərəm. O ananın, o bacımızın çəkdiyin kimsə, onun yarasını daşıyan, onun belə deyək ki, o həmkarlarımı deyək, bax belə. Bir dəfə, Elmin bir söz də deyim, bir dəfə birinin biləyin kəsirlər. O vaxt dar ağacından asırdılar, biləyin kəsirdilər. Biləyi kəsiləndən sonra atası, anası, qardaşı, bacısı yürür ki, bunu qucaqlasınlar, bağrına basınlar. Bu qaçır. Bu qaçır, ata-ana düşür dalınca. Bu qaçır, ata-ana düşür dalınca. Ki, görə hara getir? Gedir, o bir qapını döyür. Bunlar yaxınlaşar, deyirlər, ay oğul, bəs sənin atanıq, ananıq, hara istən, niyə gəldin bura? Qapını açırlar, 2 biləyi kəsilmiş bir kişi çıxır bunu qarşılamağa. Deyir, ata, ana, sən mənim atamsan, anamsan, amma mənim ağrımı dərk eləyənməzsən, mənim dərdimi bu biləyə kəsilmiş bilə bilər. Yəni, şəhidin balası bilə bilər rəvan nə çəkir. Şəhid yoldaşı bilər ki, bu bacımız nələr çəkir. Şəhid anası bilər ki, şəhid anası nələr çəkir. Şəhid atası bilər ki, şəhid atası nələr çəkir. Ona görə də Allah sizlərə səbir versin. Mən içi özüm qarışıq. 1 saat gəlirəm, 2 saat, bir gün o anı yaşayacağım. İstər-istəməz evimə gedirəm, bir
hansısa ya bir məclisə işlə əlaqədar gedirəm. Artıq o ab-havadan çıxır. Amma hər gün bu anı yaşayır bu bacımız. Hər gün. Yox, Şahid, sən də sağ ol ki, belə şəhid ailələrin, şəhid anaların belə hər bir vaxtda həmişə yad edirsən. Səni həmişə efirlərdə görürük. Hər bir şəhidin qapısında görürük. Sağ ol, Allah köməyin olsun ki, sən ki, bunları gəlsən. Büyük gündə gəldin. Bunları çəkiliş elədin, təqdim elədin, yanında oldun. Sağ olsunlar elə Elvin qardaşımızla, Mehman qardaşımızla sağ olsunlar, elə bunlar da sənin yanında çəkiliş eləyirlər. Allah sizə də dəyməsin. Siz ki, elə bu şəhidləri elə yad edirsiniz, şəhid ailələrin, şəhid gəlib büyük gündə yanında olsun, çox sağ olun, Allah sizə çox minnətdarım. Bizim borcumuzdur. Mən sizin kimi şəhid qardaşlarımla qürur duyuram, fəxr edirəm. Allah sizə var eləsin. Amma şairin bir arzusu ürəyində qalmasın, 100%. Bir gün dəvət edin gələk o. Nə var inşallah. Elmin qardaşımız inşallah bir gün təyin eləsin. Allah sizə var eləsin. Çox sağ ol. Çəkilişə görə Mehman qardaşımıza və Elmin qardaşımıza, Əliyev Elmin maşallah oğlu sizə Şirinov Elmin maşallah oğlu üzr istəyirəm. Təşəkkür edirəm. Qasımov Mehman çox sağ ol. Var ol deyirəm. Allah sizə var eləsin. Allah köməyiniz olsun. Bir daha təşəkkür edirik. Çox sağ olun.